Hansısa söz xoşuna gəlmədi, əsəbləşdin. Özünü cilovlamağı necə bacarırsan? Səbirli və həyalı olmağa çalışıram və dediyim kimi, həya saxlamasan bu regionun vəziyyəti pisdir. Təyid mübariz kimi oğlanları gördüyü rəşad, qorxur üşəyi Ermənini soyan dönüş yavaşlayırsan Rüfət. Duxun çatmadı, yan mikrofonun vəziyyəti pisdir. Söyüş söyən vaxtı mikrofonumu çəkib söymüşəm. Həya saxlamasan bu regionun vəziyyəti pisdir. Həya saxlamasan bu regionun vəziyyəti pisdir. Rüfət, ən yadda qalan dəyişmə hansı qafiyə və kimlə? Yadda qalan qafiyələr bir neçə qafiyə var. Ümumi dənizdə dalğa təlatümlü küləkdən güc alır qafiyəsi və bunun vəziyyəti yaxşıdır, onun vəziyyəti pisdir. Kimlərlə olmuşdu bu? Bədiyyəçilərlə dediyimiz qafiyədir, dənizdə dalğa təlatümlü küləkdən güc alır. Digər qafiyəni Rəşad Dağlı ilə demişik təkbədək. Ən sevdiyin şair? Klassiklərimizdən Məhəmməd Füzuli, Nəsimi, Seyyid Əzim, müasir şairlərimizdən də Arif Buzovnalı, Axund Azər, İlqar Fəhmi, Ramiz Rövşən. İndi olmaq istədiyin yer desənmi? Hal-hazırda bəli. Ailə yoxsa iş? Ailə, Sənət yoxsa pul? sənət, Meyxana yoxsa gəzəl? meyxana, Rüfət Əsədov yoxsa Rüfət Dahi? Rüfət Əsəd. Niyə? Şiirdir çünki Əsəd.